Qarabağ inamlı qələbə qazandı 3-0. İlk hissə o qədər də asan keçmədi. Deyərdim imişli layiqli mübarizə apardı. Amma oyunla bağlı məncə geniş nəsə şərhə, analiz ehtiyac yoxdur. Qarabağ rahat 3-0 hesablı qələbəsini ikinci hissədə təmin elədi. Burada mənim deyəcəyim bir məqam Qarabağın meydana yenə bir Azərbaycanlı futbolçu ilə çıxmasıdır. Bu artıq son dönəmlər tendensiya halını alır. Demək olar ki, Qarabağda yalnız bir Azərbaycanlı futbolçu oynayır, Toral Bayramov. O da mövsümün gedişidir. Yayda yeni transferlər olacağı halda hətta Toral da ehtiyatda qala bilər. Bu mənzərə həqiqətən məni üzür. İllərdir Qarabağ Avropada qazandığı nəticələrlə böyük bir azərkeş ordusu toplayıb ətrafında, futbol ictimaiyyəti, hər kəsin böyük bir simpatiyasını qazanıb. Düşünürəm ki, bu təkcə nəticələrlə bağlı deyil Qarabağın bu sevgini qazanması. Həm də milliliklə bağlıdır. Çünki Qarabağ, yaxşı xatırlayıram, ilk dəfə Avrokuboklarda playoff mərhələsinə çıxanda Avropa Liqasının heyətində cəmi bir əcnəbi futbolçu var idi, Admir Telli. O dönemlər Admir Telli. Eyni Albaniyadandır, ikisi də Admir Telli idi. Və Ahmet, o dönəmlər Avropa Liqasının playoff mərhələsinə çıxmaq bugünkü, nə bilim, Avropa Liqasının qrup mərhələsində çıxış eləmək qədər böyük bir nailiyyətdir. O dönəm üçün. Və Qarabağın heyətində yalnız bir əcnəbi futbolçu vardı, Admir Telli. Bütünlüklə Azərbaycanlı futbolçular idi. Xüsusilə gənc futbolçular idi. Vüqar Nadirov olsun, Əfran İsmailov, Maksim Medvedevi, sayış qutarmaz. Və uzun müddət həmin futbolçular bizim milli komandamız onurğa sütunu təşkil edilər. Sonraki illər tədricən say azaldı, amma ötən mövsümə qədər ən azı 4-5 Azərbaycanlı daim start heyətində yer alırdı. Məsələn, ən son Çempionlar Liqası 2017 qrup mərhələsindəki bütün oyunlarda minimum 4-5 Azərbaycanlı var idi. Ötən mövsüm ən son ən az 2 Azərbaycanlı qrup mərhələsində çıxış elədi. Bəhlulla Elvin, Liqa mərhələsində Çempionlar Liqasının. Bəzən bu say 3-4-də olurdu. Sadəcə Nəriman ayrıldı, Musa zədələndi. Və bunu da qoyuram bir kənara. Qarabağın uğurlarında Azərbaycanlı futbolçuların damğası var idi, imzası var idi. Mən səninlə razıyam. Başa düşmə demək istəyirəm. İki faktlarda deyim, sonra əlavələrini elə. 2009-cu il Qarabağın Avropa səhnəsindəki o yürüyüşünün başlanğıcı məhz 2009-cu il Rusenburgla oyununa başlamışdı. Rəşad Sadıqovun fantastik zərbəsi ilə standart vəziyyətdən komanda qol vurmuşdu. Ondan sonraki dönəmlərdə Mahir Əmrəli olsun, Kopenhagendən Bakıda fərqlənmişdi, 1-0 komanda qələbə qazanmışdı. Məhz o qolun hesabına komanda ilk dəfə Çempionlar Liqasına vəsqə qazanmışdı. Ən son ötən mövsüm Çempionlar Liqasına Musa Qurbanlının Ferencvarosda oyunda vurduğu qol, səfər qolu, Nəriman Axundzadənin Bakıdakı oyunda vurduğu, daha doğrusu etdiyi asist var idi, məhsuldar ötürmə. Liqa mərhələsindən playoff mərhələsinə yüksəlməyimizin Bəhlul Mustafazadənin qolu önəmli rol oynamışdı. Yəni, belə sayacağım detallar çoxdur ki, Azərbaycanlı futbolçuların Qarabağın uğrunda birbaşa imzası var idi. Və bu istər-istəməz, gəl razılaşaq ki, bir əcnəbinin baş məşqçinin Azərbaycan futboluna verdiyi fayda, uğur və bir yerli baş məşqçinin. İstər-istəməz yerli ən azından bir köynək daha yaxındır, daha doğmadır. Və komandanın baş məşqçinin Qurban Qurbanov olması. Və bütün bu detallar Qarabağı sanki milliləşdirmişdi, daha kütləvi çapda Qarabağı sevdirirdi. Amma biz nə görürük? Legioner limitinin ləğvindən sonra artıq Qarabağda tələb təklif dünyasıdır. Artıq tələb legionerlərədirsə, Qarabağda məcburdur ki, legionerlərlə güclənsin. Həm də bu yerli futbolçular sanki Qurban Qurbanova biz mexanizm qurmuşdu. Bu birdən-bir ortaya çıxmırdı, Ahmet. Hər mövsüm 1-2 futbolçuya şans verməklə, nə bilim, Marko Yankoviçlərin, Kade Borgeslərin yanında tədricən o futbolçular yetişirdi. Bişirdi, inkişaf edirdi və həm də milli komandamız faydalanırdı, ölkə futbolu faydalanırdı. Artıq Qurban Qurbanovun belə bir rahatlığı yoxdur, çünki belə bir məcburiyyəti də yoxdur, artıq limit yoxdur. Məsələn, ötən mövsümdən Cəbrayzadə də səhv etmirəmsə familiyası futbolçunun 18 yaşı var. Artıq Qurban Qurbanov ona tədricən şans verirdi. Əsas heyətdə də şans verirdi. Bu mövsümün əvvəlində də 4 görüşdə şans verib, son oyunda 7 dəqiqə şans verirdi. Və o futbolçu Marko Yankoviçin, Kade Borgesin yanında bəlkə də ikinci Qara Qarayev ola bilərdi, yetişib. Amma bu günləri limit tələbi Qurban Qurbanovu bir qədər ehtiyatlı davranmağa məcbur eləyir və artıq elə bir şansı yoxdur ki, gənclərə də, nə bilim, Azərbaycanlı futbolçulara da şans versin və orada bişib yetişsin. Qara Qarayevlər, nə bilim, Əfran İsmailovlar, Rauf Əliyevlər, Siyah Genişli, Vaqif Cavadovlar məhz o sistemdə, o mexanizmdə böyük bir inkişaf eləmişdi. Avropada böyük klublar, güclü səviyyəli legionerlərin içində. Məni narahat eləyən odur ki, artıq biz
milli komanda heyətlər açıqlananda ən azı bilirdik ki, 4-5 normal çapda futbolçumuz, Avropa təcrübəsi olan futbolçumuz Qarabağda var, gələcək milli komandada çıxış eləyəcək. Amma artıq elə bir şansımız da yoxdur. Hə, əks arqument gətirə bilərlər ki, Qarabağın futbolçuları millidə çıxış eləyirdi, milli nə verirdi? Bu artıq başqa mövzudur. Bu barədə də əvvəlki verilişlərdə mən çıxış eləmişəm. Milli komanda tarixinin ən yaxşı nəticəsini Robert Prasnetskinin dönəmində qazanıb. Biz 2018 Dünya Çempionatı Rusiyaya playoff mərhələsinə gedə bilərdik. Son turlara qədər bu şansımız var idi. Həmin dönəm Qarabağın milli komandanın heyətində 23-lükdə 11 futbolçu Qarabağın futbolçusudur və hər kəs YouTube platformasında qalır. Milli komandanın o dönəmdəki oyununu gedib açıb izləyə bilər. Kifayət qədər milli yaxşı futbol sərgiləyirdi. Sonrakı dönəmlərdə uğursuzluqlar oldu. Məncə onun birbaşa səbəbi Qara Qarayevlər, Əfran İsmailovlar yox, yanlış məşqçi seçimlərdir, Candi Debiazilərdir, Fernando Santuşlardır, Yurtsevislərdir. Yəni bunlar da günahkar. Futbolçular yox. Düşünürəm ki, bu mənzərə məni həqiqətən çox üzür. Artıq Qarabağın da sırf ancaq əcnəblər üzərində qurulması yaxşı tendensiya deyil. Xanallah, əslində çox gözəl danışdın, çox gözəl vurğuladın. İndi mən sənə bir söz deyim. Sən özün bilirsən ki, sən dediklərinin içində həm sual verdin, həm də cavab verdin. Təbii ki. O dediyin o analizdəki var, hansı ki indi vurğuluyursan da, düzdür? Həm o danışdıqlarımın içində o verdiyin sualın cavabları da var idi. Birinci məsələ bundan ibarətdir ki, mənə görə o dövr üçün o futbolçular keyfiyyətli futbolçular idi. Keyfiyyətli futbolçular idi və bir o qədər də əcnəbi futbolçunu komandaya dəvət eləməyə ehtiyac yox idi. Çünki Rəşad Sadıqov olsun, Vaqif Zavadov olsun, Əfran İsmailov olsun, Qara olsun, Bədəvi olsun, Maksim olsun, indi elə tipli futbolçularımız demək olar ki, çox azdır. Bu birinci məsələ. Hansı ki, o rəqabətə tab gətirə biləcək futbolçudan söhbət gedir. Bu birinci məsələ. İkinci məsələ də bundan ibarətdir ki, bu günləri dünyanın istənilən hansı ki top klublarında belə, elə götürsək Real Madridi, heç 2-3 İspan futbolçu oynamır. Yəni bu da sözümü bir bu müqayisəni heç vaxt yaxın buraxmamaq. Bizə niyə? Bax, məsələ nə gedir? Bu günləri Qarabağ və yaxud da Qurban müəllim milliyə futbolçu yetişdirim, futbolçu çıxardaq prinsipi ilə məsələyə yanaşsa, çünki artıq bizim milli çempionatımızda legioner limiti yoxdur. Və bu prizmadan baxsaq, görürsən Sabah komandası necə güclənib, yəni bu nəyin hesabına güclənib? Gəl etiraf eləyək ki, bu Azərbaycanlı futbolçuların hesabına güclənməyib. Təbii ki, legioner limitinin ləğvinin burada... Sən əgər milli çempionatda çempionluq uğrunda mübarizə aparmaq istəyirsənsə və Avropada uğur qazanmaq istəyirsənsə, sən mütləq şəkildə legionerdən, yəni maksimum şəkildə istifadə eləməlisən. O dövr də həmən dövr deyil, sən dediyin dövrlərdə Azərbaycanda 6+5 idi legioner limiti. Və ona görə bu... Amma futbolçularımız da keyfiyyətli idi. Hər komanda da 4, 5, 6, nə bilim 10 normal, yaxşı səviyyədə görün nə vəziyyətidir ki, bizim vaxtımızda mən Neftçidə oynayanda Rəşad Abdullayev kimi futbolçunu milli komandaya dəvət eləmirdilər. İndi yəni söhbət bundan gedir. Paradoks nədən ibarətdir? Söhbət bundan gedir. Bizim bugün Rəşad Sadıqovumuz yoxdur. Rəşad Abdullayevimiz yoxdur, Zahir Tağzadəmiz yoxdur. Biz yeni Zahir Tağzadə, yeni Rəşad Sadıqovu axtarmaq əvəzinə biz yoxdur deyib limiti ləğv eləyək, eləmi? Yox, başa düşdüm mən sənə demək istəyirəm. Yoxdursa o problemin kökünü həll eləyib o futbolçuları tapıb çıxartmaq lazımdır ki, yeni Zahir Tağzadələr olsun, yeni Rəşad Sadıqovlar olsun. Biz o problemi 30 ildir çözəməmişik. Eşitirsən mən nə deyirəm? 30 ildir çözə bilmirik də. Amma yenə deyirəm, sən o gətirdiyin argumentlər, mən səninlə razıyam. Amma yenə də bunda razı deyiləm ki... Son illər biz deyirik, son illər də var. Elvin Cəfərquliyev nə vaxt çıxıb? 25 yaşı var, son illər çıxıb. Bir dənə. Nəriman Axundzadə son illər çıxıb. Toral Bayramov son illər çıxıb. Bir Qarabağ nə qədər yetişdirməlidir ki? Yaxşı, mən sənə bir sual verim. Musa Qurbanlı olsun, neçə yaşı var? Razıyam səndən. Bu saydığın futbolçuların hamısı Qarabağın heyətində, əsas heyətdə meydana çıxsa, səncə Qarabağ Çempionlar Liqasının təsnimat mərhələsinə çıxa bilərdi? Həmin futbolçularla çıxıb da Çempionlar Liqasına. Həmin futbolçuların əməyi var.
Amma Həmin sırf futbolçularla həmən çıxır da. futbolçular deyil. Təbii ki, sırf deyəsi olsaq onda heç kimi sırf deyə bilmərik də. Digər tərəfdən Ahmet, mən başa düşdüm, limiti ləğv elədi, klub futbolunu gücləndirdi. Amma bu keçici bir şeydir də. Yəni biz bunu zamanında da görmüşük, klub futbolunu artırıb, legionerlərə bura kütləvi şəkildə gəlmişik. Amma bu çıxış yolu deyirsən, Real Madrid'i deyirsən, bəli, Real Madridin heyətində 2 İspaniyalı oynayır. Amma Real Madridin akademiyasında 2 komanda bir meydançada məşq eləmir. Bax, yenə də gəl Biz əsas komandanı müqayisə eləyiriksə, gəl akademiyalarla yenə də müqayisə gəldiyin eləyək. ən belə Azərbaycan Biz necə olur? Legioner limitinin ləğvindən danışanda deyirik İngiltərə klubu, deyək ki, 2 dənə klubu Çempionlar Liqasının finalında oynayır. Bir İngilis yoxdur heyətində. Tamam, yaxşı, bizim də heyətimizdə Azərbaycanlı olmasa, hamısı əcnəbi olsun. Onda mən deyirəm İngilis klublarının akademiyalara yatırdığı yatırımdan da danışaq. Qardaş. Bu yaxınlarda Chelsea-nin qadınlardan ibarət komandalar üçün akademiyası açıldı. Bəlkə 50 dənə stadion var idi. Sən Ayxan oğlan, bax. Mən də deyirəm ki, bu əcnəbilərə atdığımız pulları Bir dəqiqə, bir söz deyirəm sənə. Bax, sən indi akademiyadan danışırsan, düzdür? Bəli. Akademiyadan. Akademiya nədir? Qardaş, bax mən 1-ci liqada, 2-ci liqada məhdud olmuşam. 2 komandada. Düzdür? Akademiyanı qoy qırağa. 30 yaşlı futbolçu Premier Liqa görmüş, 1-ci liqa görmüş, ən yaxşı akademiyalarda olmuş futbolçularla çalışmışam da. Adamların taktiki gedişdən xəbərləri yoxdur. Yəni taktiki necə? Adi futbolçu, top rəqibdə, top səndə. Harda durmalısan, necə oynamalısan, niyə görə burada olmalısandan belə xəbəri yoxdur. Biz nə akademiyasından danışırıq? Bəs mən də Ahmet, hər dəfə bunu qısaca deyib üzərindən keçəcəm, çünki mövzularımız çoxdur, dəyərli izləyicilərimizin də çox salih şərhləri var. Qısaca onun üzərindən deyib keçəcəm ki, bəli, limiti ləğv etməklə biz çempionatın səviyyəsini hardasa qaldıra bilərik, klublarımızın səviyyəsini hardasa qaldıra bilərik, Avrokuboklarda daha yaxşı çıxış eləyə bilərik, bu da hələ sual altındadır, bunlar ola bilər, amma mən düşünürəm ki, biz birinci növbədə bunu düşünməli deyilik, bugün liqamızın səviyyəsi bir qədər aşağı ola bilər, Avrokuboklarda nəticələrimiz aşağı ola bilər, amma biz daha çox klublarımız çalışmalıdır ki, akademiyalarımız qurulsun, infrastrukturumuz qurulsun, məhdçilərimiz xaricə təcrübə keçmək üçün xaricə göndərilsin, uşaq futbolu inkişaf etdirək, bir səviyyəyə gətirib çatdıraq, ondan sonra limit barədə düşünə bilərik, liqa barədə düşünə bilərik və nəzərə alaq ki, bugün klubların hər birinə dövlət dotasiyası ayrılır, dövlətin ayırdığı dotasiyanın da mahiyyəti ondan ibarətdir ki, Azərbaycan futbolu və Azərbaycan futbolçusu. Təəssüf ki, o dotasiyanın qəpik quruşu Azərbaycanlı futbolçulara çatır, nə bilim infrastruktura çatır. Mənim dediyim bundan ibarətdir.